Bayram tətilini fürsət bilən bir çox sakin bu günlərdə Xankəndi şəhərinə səfər edib. Həyatın yenidən canlandığı Xankəndi şəhərində bayram və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd olunur. Xankəndidə Novruz bayramı münasibəti ilə bayram konserti gerçəkləşib və burada xoş bayram ab-havası yaranıb. Xüsusilə buraya üz tutanlar arasında Bakı şəhəri və ətraf rayonlardan xeyli sayda qonaq var. Bayram ab-havası necədir? Çox gözəldir. Qardaşım özü hərbiçidir. Qardaşımın bayramını təbrik eləməyə gəlmişəm. Şəhidlərimizə Allah rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı, Allahdan şəfa diləyirəm. Necə hisslərdiniz? Çox gözəl, çox gözəl. Uşaqları gətirmişəm ki, bu elimizlə, obamızla, dədə-baba yurdumuzdan tanış olsun. Hal-hazırda biz Xankəndi şəhərindəyik. Həqiqətən də çox qürur vericidir bu torpaqlarda olmaq, bu torpaqlarımızı ziyarət eləmək. Xarici və yerli turistlərimizi biz bura gətiririk. Bəlkə də təxminən 100 dəfədən çox bu torpaqları ziyarət eləmişik. Amma hər gələndə o qürur hissini biz yaşayırıq. Bu torpaqlarda, belə deyim, tariximizi kəşf etmək, bu torpaqlarımızı ziyarət eləmək bizim üçün həqiqətən də şərəfdir. Şamxal Adgözəlov bugün informasiya proqramı üçün.